Lövhəni dənizə mi ataq? Azərbaycan lövhəsini dənizə mi ataq, yoxsa yox? Cavab verin bizə. Azərbaycan adına lövhə qoyulmalıdır. Hara qoyaq biz bunu? Çanakkale'da minlərlə Azərbaycan türkü şəhid olmuşdur. Və 3000 Azərbaycan türkünün xatirəsinə biz burada lövhə qoymalıyıq. Bizim lövhəmiz hazırdır və Türkiyə Cumhuriyyəti adından səfirlik bizə izin vermiş. Mən keçən dəfə Sayın Baş Nazir Rəcəb Tayyip Erdoğan'la görüşmüşük. Həmin burada bizə deməli Türkiyə dövləti adından səfirin məktubu var ki, lövhə qoyula bilər, bu budur. Həmin bu xəritəni bizə veriblər ki, bax bu yerə, əlimdə saxla bunu. Bax abidənin bax bu yerə qoyula bilər. Abidə yeri də var. Hətta bax özləri ver bu xəritəni. Göstərilib bax bu xəritəni qoyula bilər. Nuru Paşa döneminde Azərbaycanda şəhid olmuş Türk kardeşlerimizin xatirəsinə 5 yerdə abidə qoyulubdur. 3000'den çox Azərbaycan türkü 1914-cü ildə Çanakkale'da şəhid olub. Biz bir millət iki qardaşıq. Biz adicə Azərbaycan şəhidlərinin xatirəsinə bir lövhə istəyirik. Niyə bunu problem eləyiblər? Nədən qoymamazlar ki, Azərbaycan türkü burada şəhid olub, Azərbaycanlılar döyüşüb, vuruşubdur. Onların xatirəsini niyə biz də əbədləşdirməyək? Və mən istəyirəm Türkiyə mediası bu məsələyə diqqət yanaşsın. Biz bir millət, iki dövlətik. Ulu Öndər Heydər Əliyev cənabları bunu dəfələrlə vurğulamışdır. Azərbaycanlıların xatirəsi əbədləşsə nə pis olur görəsən burada. Və biz hal-hazırda Amerika Senatında, İsveç Senatında yalancı erməni soyqırım iddiası altı ilə türkləri suçlayırlar. Biz özümüzün qədrini bilməsək, şəhidlərimizə qiymət verməsək, kim bizə qiymət verə bilər? Əgər öz haqqımızı özümüz tapdalayırıqsa, bizi İsveçdən, Amerikanlıdan, ermənidən nə gözləməliyik? Və mən hesab edirəm ki, Türkiyə tərəfi əgər bu lövhənin qoyulmasına izin verməsə, bu məsuliyyət iki dövlət arasındakı münasibətdə onların üzərində qalacaq. Yanlış çıkıyor değil mi arkadaşlar? Protokolü alınmalı konuda yardımcı da olduk. Fakat ayrıca bir de tören alanına plaket koymak istediler. Biz bunu tabii ki prosedür gereği Dışişleri Bakanlığımıza sorduk. Çok kısa süre kalmıştı törenlere. Bunu iki devlete yakışmayacak bir şey olabilirdi. Onun için Dışişleri Bakanlığımız şu anda koydurmayın. İleride bunu değerlendirelim. Belki güzel bir yerde hem Azerbaycan için hem diğer kardeş ülkeler için yer açabiliriz diye düşündük. Bunun için şu an için izin verilmedi. Azerbaycan'ın heyetinden bir kişi bunu yanlış anladı ama bu bizim bu işe izin vermeyeceğimiz manasında değil. Buna layık bir şekilde yapalım diye erteledik. Geniş bir zamanda bunu konuşalım diye. Yoksa kendilerini Azerbaycan'dan heyet vardı, Bosna Hersek'ten heyet vardı. Bunlardan memnun olduk törenlerimize katıldıkları için. Azerbaycan Türkiye. Bir millet, iki devlet. Azerbaycan, Türkiye.